Aha. 5 nömrəli sınağa başlayırıq. Bugün tam ortasına çatmışıq sınaqların. Gördüyünüz kimi hər dəfə sınaqlar sənə göstərir ki, hansı mövzuda zəifsən və hardan oxumaq lazımdır və o şeyləri gərək sən yavaş-yavaş qaydasına qoyasan. Hansı ki, bugün də 5-ci sınaqdır. Sınağın izahına başlayırıq. Birinci sual nədən ibarətdir? Daxili yaddaş qurğularını seçin. Sizə demişdim kömək məqsədi ilə ki, əgər ki sonu D hərfi ilə qutarırsa o xarici yaddaşdır. Sonu D ilə qutarmayan iki dənə xarici yaddaş var. Biri streamerdir, biri flash kartdır. Qalanları hamısı daxilidir. 2, 3, 6. Cavab D variantı düzgün cavabdır. Ben diyelim tutanlar necə? Xarici yaddaşdır. İkinci sual. Həmişə. Həmişə belədir, bəli. Mətnin qeyd edilən abzasının sola düzləndirilməsi. Yəni belə bir şey. Soldan düz, sağdan girintili, sıxıntılı. Soldan düz, sağdan girintili, sıxıntılı. Ctrl L, left. A variantı. Left, sol deməkdir ingilisində. Ctrl Y mərkəzə düzləndirməkdir. Ctrl R sağa düzləndirməkdir. Ctrl A hamısını seçməkdir. Ctrl F2 çapa düzləndirməkdir. Üçüncü sual, mütləq ünvanlaşma dollar işarəsi ilə B variantı düzgün cavabdır. Sənədin ümumi səhifə sayı. Sual çox sadə görünməsinə baxmayaraq, Dövlət İmtahan Mərkəzinin qəbul suallarından biridir və tələbələrin çoxu sualı səhv edib. Halbuki cavab 27-dir, yəni B variantı. Buradakı 33 səni çaşdıra bilər. Yəni 33 odur ki, hal-hazırda mən 3-cü səhifədə dayanmışam, halbuki məndə 33 yazılıb altına. Niyə görə? Çünki 31-dən başlamışım nömrələməyə. O ayrı söhbətdir. Amma 27 onu göstərir ki, 27 dənə səhifədir. 30 onu göstərir ki, birinci səhifəni 31 eləmişəm, ikinci səhifə olub 32, üçüncü səhifədə 33. 10 səhifədən daxil. Ümumi 27-dir. 27 dənə səhifədən 3-cü səhifənin içində dayanmışam. Məndə 3-cü səhifənin altına 96 yazılıb, 10 səhifədən nədir? Ona heç vaxt inanma. Sən ona ofdan sonrakine inan. Gözəl bir sual. 5-ci sualın cavabı C variantıdır. A'da Ö hərfi var. B'də bu işarə var. D'də vergül var. Y'də də slash var. 6-cı sual. Hansı qurğudur ki, yalnız şəbəkə səviyyəsində işləyir? Router. OCI modelində, bu sual çox populyar sualdır, dəfələrlə qəbula düşüb. OCI modelinin ümumiyyətlə qəbula sual düşmə ehtimalı böyükdür. Sual verir ki, OCI modelinin içərisində hansı qurğudur ki, o yalnız və yalnız harda işləyir? Yalnız və yalnız şəbəkə səviyyəsində işləyir. Belə qurğu yoxdur, yalnız və yalnız routerdən başqa. İndi göstərəmiz. Baxın. Baxın gözəlliyə nədən ibarətdir. Bax, budur. Bu bizim OCI modelimiz və hər dəfə də deyirəm, bunu əzbərləyin, yenə də biabırçılıq, göz oxşayır. Gördüyünüz kimi OCI modelinin yalnız şəbəkə səviyyəsində işləyən qurğudur. Həm müxtəlif protokollu, həm də müxtəlif topologiyalar, şəbəkələri birləşdirən qurğuya verilən addır. Növbəti sual. Xarici yaddaş qurğuları B variantıdır. A'da ROM var, CMOS var, flash yaddaş var. C'də yenə keş yaddaş CMOS var, RAM var. D'də mikroprosesor var, flash yaddaş var. Y'də də ki kontroller var. Belə baxanda video kartda çıxmaq var, sən içində daxili yaddaş. Qovluğun adında hansı simvollardan istifadə etmək olar? Düzgün cavab C variantını istifadə etmək olar. Qadağan olunmuş simvollar, sual işarəsi, ulduz, qoşa nöqtə, düz xətt, slashlər, böyükdür, kiçikdir və cüt dırnaqdır. Halbuki burada heç bir nidadan söhbət gedə bilməz. 9-cu səhifəni deyir ki, göstərin. Sizə bunun qısa üsulunu öyrətmişdim. Yenə də o üsul üzərindən gedirəm ki, sizin üçün asan da olsun. İndi baxın, diqqətli olun, söhbət nədən gedir. Deyir ki, şəkil bizə deyir, şəkili oxumağı bacarmalıyıq. Şəkil bizə deyir ki, biz faktiki olaraq dayanmışıq 3-cü səhifədə. Göbələn digitalizərimiz məndən bahalı digitalizər aldım. Deməli, deyir ki, hal-hazırda mən 3-cü səhifədəyəm və 3-cü səhifədə 9 yazılıb. Əgər mən 9-cu səhifədə olsam, orada nə yazılar? Çox asan bir şeydir. Əgər 3-cü səhifədəyəmsə 9 yazılıbsa, arada nə qədər məsafə var? 15, 57. 6 məsafə var, bəli. Əgər 9-u da axtarsansa, üstünə 6 gəlmək lazımdır. Cavabımız Y variantı 15 idi.
Yani belə eləyirmiyorlar. Məsələn, bir diyor. Orada da page yaptı. Düzdür. 12 səhifəli bələk. Tabii düzdür. Bəli. 3, orada ne istiyor? 9. səhifə. 4, 5, 6, 7, 8, 9. Əllə saymaq uyğun deyil. Çünki o Altı. böyük ədədlər ola bilər. Yaza bilər ki, 3 tirək 46 yazar biabısı olur. Ona görə ayaq barmaqlarına keçəcək. Ama o sayısı da. Bu qaydanı sən niyə asan usulu qoyub gedirsən ki, üzülüyorsan? Faktiki olaraq əgər mən 3-dəyəmsə və 3-də 9 yazılıbsa, arada 6 məsafə varsa, deməli mən harda olanda 9-da olanda neçə gəlməliyim üstünə? 6. Necə ki 3-ün üstünə 6 gəlib 9 almamışam. 9-un üstünə 6 gəlib 15 alıram da. Üçüncü Bu da geçir. Bəli, bəli, bəli. Bax, bunu oxumağı bacarmalısın. Bu onu göstərir ki, mən 3-cü səhifədə dayanmışam. Teymur bəy, normalda 3-cü səhifənin altına nə yazılmalıdır? 3 yazılmalıdır, düzdür? Amma neçə yazılıb? Deməli, mən baxıram ki, 3-cü səhifədə dayanmışam, altına 9 yazılıb. Bilmək istəyirəm ki, arada məsafə nə qədərdir? Nə qədərdir? 6 vahid, düzdür? Əgər mən 9-cu səhifədə dayansam nə yazılar bura? Bilmirəm, düzdür? Necə ki 3-ün üstünə 6 gəlib 9 almışdım, eləsə 9-un üstünə 6 gəlib. Bu məntiqdir, elə bil. Məntiqdə nə deyirsən, eyni şeydir. 9 6 gəlmişsə alarsan. 15. 15. 12 nerede orada? O 12 onu göstərir ki, o kişi səhifə sayı 12. 15 sayda nömrədir. Bəli, bəli. Altına yazı nömrədən söhbət gedir. Davam edirik növbəti sualla. Fayl və qovluq üçün ortaq olanları. Demişdim sizə O, P, E, N. Yəni open, with, print, edit, new. Bunlar fayl üçündür, yalnız fayl üçündür. Deməli, belə çıxır ki, print, open with, edit əmrləri ortaq ola bilməz. Qaldı include in library, onda necə demişdim sizə? Pip-lə. Demişdik ki, pin to start, include in library, pin to quick access. Bu əmrlərdə yalnız qovluq üçündür. Deməli, bu da ola bilməz ortaq. Ortaq olanlar hansıdır? 1, 4, 5. Hətta bunu belə də bildirmək olar əziz dostlarımıza. Deməli, Windows-un əməliyyat sistemində biz bu barədə geniş anlamda danışmışdıq. Hansı ki, indi həmin o səhifəyə gedirik. Gediriyorum. Bu dəqiqə. Bundan ibarət. Bu bir sualdır. Bu bir qəbul sualıdır, sən gözləyir. Orada. Devam edir. Növbəti sual. Watermark solğun mətndə ola bilər, su nişanı da ola bilər. Necə ki, mən bu PDF-də istifadə eləmişəm. Arkada görsəm, mənim reklam gedir, düzdür? Nəyin şotunadır o? Watermarkın şotunadır. Bunu dizayn tabından həyata keçirmək olur. Düzgün cavab variantımız nə oldu? Bəli, C variantı, su nişanı, düzgün cavab variantı. 12-ci sual çox gözəl bir sualdır, hansı ki adamı çaşdırır və sövq eləyir ki, 2-ni seçəsən, amma halbuki cavab 1-dir. Əgər 2 niyə görədir? Çünki şəkil sənə onu deyir. Hansı ki bu yalnız bir sənəd daxilində, yəni əlimizdə olan bu sənədin daxilində bir səhifədən başqa bir səhifəyə keçid üçündür. Əlimizdə olan bu səhifənin daxilində. Amma bir başqa bir xarici sənədə, başqa bir internet saytına ola bilər. Deməli, belə çıxır ki, cavab nədir? Hiperlink, yəni A variantı. 13 nömrəli sual. Product vurma deməkdir. B1 C3 diapazonudur. Əgər bəli 5-ci sinif riyaziyyatıdır, orada deyirlər ki, əgər vurğulardan biri 0-dırsa, deməli cavab da 0 olmalıdır, Y variantı. Yox, əgər xana boş olsaydı 0-ın yanında olan xana, onda cavabımız olardı 5 vur 6 vur 2. Vəssalam. Yəni boş xananı 0 kimi qəbul eləmirik productda. Amma 0 varsa içində, deməli 0-dır cavab. 14-cü sual. Hansı lentabıdır? Çox sadə sualdır. Hiperlinkdir, bəli, bookmarkdır, cross referensdir. O həmən, onu mən boşluğuma düşüb gelməmişəm ona. Orada insert sözü yazılmayıb əslində. Haradasa yazılmış, yazılmış. Vay. Onu ancaq oxumayan tələbələr, yalnız avaralar fikir verə bilər ki, nə eləyim ki, qabağa düşür. 15-ci sual. C olmalıdır 15-də. Çox gözəl sualdır əslində. Niyə C-dir? Bax, birinci növbədə sən bilməlisən ki, sütunlu diaqrama hələ keçməmişdən qabaq, əvvəl sən bilməlisən ki, hesablamalar icra olunmalıdır və ona uyğun iş getməlidir.
Deməli, əvvəlcə baxırsan ki, B1 xanasında yazılıbdır 3 vur A1, yəni 3 vur 2. Deməli, buranın cavabı 6-dır, şübhəsiz. İkinci, A2, yəni 10, çıxılsın 6, böl 2. Neçə eləyir? Bu da 2 eləyir. Average B1, B2, 6 plus 2 böl 2. Bu da 4. Axırıncı da A4, yəni 20 minus sum B1, B3, 12. Eləyir 8, bəli. Deməli, ardıcıllığımız necə olmalıdır? 6, 2, 4, 8. Sütunlu diaqramlarda ən birinci sütun ən soldakı dəyərə uyğun gəlir. Sütunlu diaqramlarda. 6, 2, 4, 8. İndi fikir ver. 6, 2, 4, 8 özümüz üçün qeyd elədik. İndi fikir ver buna. Birinci nə ilə başlayır? Nə ilə başlayır bu? 4 lazım deyil ki bizə. 6 ilə başlamalı. A getdi. Keçdim B variantına. Bu nə ilə başlayır? Bu da 8-dən başlayıb bizə lazım deyil ki. C variantı düzgün cavabdır. Özdə C-dən sonra tema dəyişir. Bax 6, 2, 4, 8. Düzdür? Hər birisi oldu bu. O birisi variantlarda 6, 2, 4, 8 gəlir, amma ardıcıllıq pozulmaq şərtilə. 6, 4, 2, 8 və yaxud 6, 8, 2, 4. Bizə necə lazımdır? 6, 2, 4, 8. Və cavab C variantıymış. 16-cı sual. Menyuları uyğunlaşdır. Deyək ki, sizə orada sual vermək istəyir. Kim idi o? Kim idi o sual vermək istəyən? Yəqin səs açılıb təsadüf. Uyğunluğu müəyyən edin. Windows əməliyyat sisteminə aiddir. Bir sort by'dir, yəni çeşidləmək, düzdür? Nəyə əsasən çeşidləmək olur? A-da və s. 1-ə olar D. 2 view'dur, görünüş. 2-ə olar B. 3-ə də new'dur, olar C. 1D, 2B, 3C. D, B, C. D variantı. 17-ci sual. Bu sualda Word ilə bağlı bir sualdır. Bu sualda əslində C variantı başqa şeyə də oxşuyur. Abzasın birinci simvolu nəzərə çarpacaq dərəcədə böyük. Fərq ondadır ki, burada oxunucu var, orada oxunucu yoxdur. Orada belədir də, A, yanında belə xəttlər gedir. Burada cavab C-dir də. Elə C düzdür. B variantı istərərəm. O xana daxilində mətnin soldan sağdan sürüşdürülməsi üçündür. Əyanı göstərərəm, baxarsınız. Deməli, bir cədvəl yaradaq. Birinci nüqtədə. Gözəl bir detal idi bu. Deməli, table və cədvəli yaratdıq. Burada yazdıq, Namiq. Yazdıq, N hərfiyyətlə çıxdı. Namiq. İndi biz istəyirik ki, bu xana daxilində mətnin istiqamətini dəyişdir. Bunun üçün nə etməliyik? Təbii ki, getməliyik table layout-a və buradan bu düymədən istifadə etməliyik. Text direction. Bu əmr isə, dediyimiz bu əmr isə homeland tabına aiddir və abzasın sol boşluq məsafəsini artırıb azaltmaq üçündür bu əmr. Və cavabımız C variantı. Qlobal şəbəkəyə aid bir sual, Usenet internet xidməti nə üçündür? Bax, A variantı hipermetrlərin ötürülmə protokolu o şeydir, HTTP. P. Bu deyil. Və yeri gəlmişkən, onun üçün 3W xidməti var. Bu B variantı yoxdur. Ümumiyyətlə, saytın bu hostingdir. Hosting, belə bir tərif var. D düzdür, xəbərlər üçündür, telekonferensiya xidməti. Y də ISQ-dür, ICQ. Bunu hardan görmək olar? Biz bunu hardan bilə bilərik? Qlobal şəbəkə dərsinin içərisində biz bu barədə geniş anlamda danışmışdıq. İndi PDF-imiz açılsın, göstərəcəm sizə. Deməli, internet xidmətlərini mən ayrıca göstərmişdim. İndi internet xidmətlərini siyahı ilə sizə göstərəcəm. Ayrıca internet xidmətləri. Buralarda olacaq. Bax, budur, görürsən. Necə də gözəldir. Təbii, bir mahnısı var, Zamiqin. Necə də o mahnı? Sən necə də gözəlsən. Bu mahnını bunun üçün qoyublar. Bunu bilən adam üçün, bunun üçün yox. Bunu bilən adam üçün qoyublar ki, sən necə də gözəlsən. Nəysə, davam edirik. 19-cu sual. Bu sual çapdır.
Deməli, əvvəlcə çapda həmişəki kimi settings bölməsindən səhifələrin sayına baxırıq. 1-dən 6-ya kiminci səhifədir? 6 səhifə. 8-də bir dənə səhifə. 9-dan 12-yə 4 səhifə. Neçə oldu? 11. 11 böl 5,5 6. 6 böl 2. 3 eləyir. 3 dəfə 3. Çox rahat, çox professional. Növbəti sual. Sual belədir. Deyir ki, tələbə bu qovluqda iş görürdü. Əgər bu tələbə kataloq ağacında bir səviyyə yeri qayıtsa hara düşür? 2 səviyyə yeri qayıtsa, deməli bu adam fotonun içindədir. Bunu sənə deyib ha, öyle seçməyib də. Yəni söz kimi deməyib sənə fotodadır. Sən özün onu öz biliyinlə bilirsən ki, fotodadır. Oradan girir mənzərəyə, oradan da foto 20-ni silir. Sualdır ki, sildiyinin tam yolunu tapın. C variantı. Ben düşünmedim. Bəli, bu dövlət qəbul sualıdır. Dövlət qəbul sualı. Sonra növbəti sual. Demişdik ki, belə bir önemli cümlə işlətmişdik biz vaxtında. Demişdik ki, URL ünvan ya da istəyirsən URL adlandır sənin şəxsi işindir. URL ünvanda belə bir məqam var. Ki, bütün URL ünvanlar, yəni bütün URL ünvanlar necə gedir, necə də. Deməli, birinci növbədə ən solda gəlir protokol. Yazdım sən, protokol. Protokoldan sonra gəlir internet xidməti. 3W olur çox vaxtı. Ondan sonra nə gəlir? Server, sonra da gəlir fayl. Bunu yadında saxlayırsan. Deməli, protokol nədir? HTTP. Deməli, Y hərfi ilə başlamalısan. Sonra qoşa nöqtə məsələdir. Yox, 2 dənə variantdır. Sonra nöqtəli şey gəlməlidir. Qoşa nöqtə slashlər. YG. Cavab burada sonra çıxır. Sonra server gəlməlidir. İnternet xidməti yoxdur axı. Server gəlir. Info edu. Info, bu da edu. AD. AD. Sonra bir dənə slash gəlməlidir. Çünki onları ayırmalıdır axı serverlə faylı. B variant, B yazılan. Fayldakı axırda da exam.net. Yəni F, bir dənə də C. Bir dənə variantdadır da bu. D variant. Növbəti sual. İstidir. Parnoyla ödənişsiz. Blitzland hamama giriş 13 manatdır. Burası ödənişsiz. Nə deyirsən? Bir dənə ödəniş eləmirsən, dərs də keçsən, parnoyla istifadə edirsən. İkisi də o birisi otaqdadır. Sən nətər olacaq? Elə bir sən bu axşam gedəsən evə ki, kursu hələlik dəyəndirmişəm. Axşam cavab çıxılır ki, iyulda imtahan. Qaçınıza gələcəksən. Sabah çıxacaq, məsələ deyirəm. Dəqiq deyirəm. Həqiqətdir. Həqiqət acıdır. Deməli, yazmışıq bura 49, 100 üzərindən. 12, 5, 94, 12. İstəyirəm ki, bu gördüyümüz ardıcılığı xüsusi formatlaşdırım. Conditional formatting. Girirəm bura və piktoqramlarla fərqləndirirəm. 100-ə yaxın olanları yaşılla, orta olanları sarı ilə, pis olanları qırmızı ilə işlər. Bunu biz hardan elədik? Home Styles Conditional Formatting. Deməli, cavab nədir? D variant. 23-cü sual sualdır. Qüvvətə yüksəltmə işarəsi. C variantı vurmadır. D variantı birləşdirmədir. Y variantı dollardır. Bu D variantından bağlı bir detal demək istəyirəm sizə. Əslində qalsa dərsdə mən demişdim yoxsa yox. Bu çox maraqlı bir detaldır əslində. Misal üçün mən buraya yazaram yaxşı sözü. Yaxşı. Burada bir dənə boşluq qoyuram, yazıram oğlan. İndi istəyirəm ki, bir xanada yaxşı oğlan yazım. Onun üçün bərabər qoyuram əllə. Bu yaxşı sözünü qoyuram, sonra bu işarəni qoyuram. Daha bu işarəni indi fırladım deyə deyəcəm sizə. Aha. Bu işarəni, bu işarə başa batmış işarə, nə görmürüm mən onu burada. Deyək burada. Bu işarəni qoyuram, bir də bu işarəni qoyuram və cavab ortalığa çıxır. Deməli, belə çıxır ki, o işarənin təyinatı sətirləri birləşdirmək, xanaları birləşdirmək. Nida, bəli, çox gözəl bir məqama toxundunuz. Mən sizə çox təbrik edirəm. Bəli, mütəşəkkirəm. Nida odur ki, ayrı-ayrı vərəqlərdən formatlaşır. Bu da qəbula düşə bilər. Bəlkə də qəbula düşür, Teymur bəyə onda təşəkkür edərsiniz imtahanda. Nida odur ki, misal üçün mən buraya yazdım bərabərdir. Bu xananı seçdim, plus yazdım bura, bir dənə də bu xananı seçdim, düzdür? Burada başqa şey yoxdur ki, amma K5-in qabağında nida işarəsi olsa, bil ki, o K5 bu iş vərəqindən yox, başqa iş vərəqindəndir. Deməli, nida işarəsi nəyi bildirir? Başqa-başqa vərəqlərdə olan xanaları göstərir.
Bəli, bəli, bəli. Tam olarak eyni şey. Ayrı-ayrı vərəqlərdə olanı göstərir. Evet, sizə təşəkkür edirəm bu suala görə. Belə suallar verin də arada. Demişdik, ayrı-ayrı qonşuluqda olmayan obyektləri seçmək üçün hansı düyməni sıxmalıyıq? Bəli, bir WhatsApp seçilir, bir dənə də Word seçilir. Neçə dənə seçilir? Bəli, cavab B variantı. Shift olsa necə olardı? Shift olsaydı bu da seçilərdi, bu da seçilərdi, bu da bu da. Hamısı yox. Oradan ora, WhatsApp'dan bu Word'ə kimi. 6 dənə. O birinci derede kenar hesaplandı yazıyor. Olar yox, siz buradan başlamışsınız, WhatsApp'dan başlamışsınız. Sualda yazın. Bəli, bəli. Kənd sözlərini qatmıyor xahiş 25-ci sual. Deməli, Layout. bu sualda cavab A variantıdır, layout'dur. Gözəl bir sualdır. Değil. Bax, table layout'dur bugünkü gündə onun adı. Bax, buradır, bu gördüyünüz hissədir. İlk hissədir. Bu hissədir. Örümsel layout. Mən onu bilərəkdən insert qoymuşam, çünki hər şey cədvəldir. Və sualı yazmaq birinci sənəddir, variantları yazmaq ikinci sənəddir. Layout. Layout bir şey başqa idi. Asan bir sualdır. D sütununda uzun bir məlumat var, hansı ki D sütununda yerləşmir. Həmin D sütunu ilə ondan sonra gələn sütunlar arasında mouse'un sol düyməsi 2 dəfə sıxılır. Avtomatik o sütun eni böyüdür. Deməli cavab nədir? B variantı. D və Y sütunları arasında mouse'un sol düyməsi 2 dəfə sıxmaq. Mən hələ burada yazmamışam, yazmışam, sağ olun. Amma onu yerə D-ni yerə B ilə ayrı qoyardım. Yazardım ki, sağ düyməni 2 dəfə sıxmaq. Ona fikir verməyib yazanlar olacaq. Çox təəssüf, çox təəssüf. Bugün sizin keyf gününüzdür. 27-ci sual gözəl bir sualdır. Sual kəsilir. 21 olması lazımdır. Baxaq görə 21 diyorsa yox. Reis Matemur. Evet, tamam. Qardaşın da yedirir. Nətər olacaq, değil mi? Qardaş dediğin oğlan sən yarı yolda qoy. Deməli, product A4, B4. A4, B4. Bunu product eləyəndə 5'i nəyə vurmalısan? 1'ə. 5 eləyir. Faktorial B2. Yani 1 vur 2 vur 3. Bu da eləyir 6. Power A3 B3. A3 B3. Yani 7 üstü 1. Bu da verir 7. ABS A5. ABS nedir? Modul. Mənfi 5, mənfi 3'ün modulu müsbət 3. Sum. Axırda onları cəmlə. 5 plus 6 plus 7 plus 3 diye variant. 28-ci sual. Mak ünvanda A, B, C, D, Y və F hərfləri ola bilər. 6 kusoktan ibarət olmalıdır və aralarında nə olmalıdır? Ya 2 hərf, ya 1 hərf, 1 rəqəm, ya da 2 rəqəm olmalıdır. 3 rəqəm, 1 hərf, 3 hərf kimi ifadələr yanlışdır. Arasında ayrıc olaraq qoşa nöqtədən və yaxud tirədən istifadə oluna bilər. Sıfırla başlamaz deyə bir şəhər əfsanəsi var, onu da yadda saxlaya bilərsən. Deməli, A variant 1-də L var, səhvdir. Demiş ki, F-dan tərəfə hərf ola bilməz. 2-də problem yoxdur. 3 7 kusokdur. 4 düzdür. Yox, 4-də də səhv var, B11 var. 5 düzdür. 6-da da problem görmürəm. 7'de de M hərfi var, J hərfi var. Hələ 102 də var. 11 B11 ola bilməz. Ya 2 hərf ola bilər, ya 1 hərf, 1 rəqəm, ya da 2 rəqəm ola bilər. Üçlü ola bilməz. 5-6. Hər şeyimi dayandıram uşaqlar sual verməsin. O mən öyle demiyorum. Ben sana geç sattım. Deməli, Windows'un əməliyyat sistemində obyektin qısa yolunu yaratma üsullarından deyil. Qısa yol necə yaradarsan? Ya altla sürükləyərsən, ya da Ctrl-Shift-lə. Başqa üsullar da var. Amma Ctrl-la sürükləmək obyektin nəyini? Kopyasını yaratmaq üçündür. Kopya. Copy. 30-cu sual. What you see, what you get. Yəni, necə görürsən, elə də əldə et. İngilis dilində tərcüməsi budur. Sənəd ekranda necə görünürsə, o cürdə oxunur, yoxsa çap olunur. Bəli, bəli, bəli. Bir dəqiqə tələsmə gözlərinsən, bir dəqiqə göstərəm. What's your name? I am from English. Pet a dog. İtə bir şillə vurayım.
Go to the pet shop. Heyvan dükanına get yine. İyi ahireti var. What you see, what you get. Gördün güzel misal. Yani. O finger. Yani itaş sen şirle vuranda yəqin sen parmağı dişlədi. 33-cü sual. Sualı kəsirik. Ben görürüm. Aynen ne olanlar benim sana. 9 tane sual qalıb hələ. Hələ yaxşı olanlar sualı bundan sonradır. Aklına ederim. Sığ yedim ben. O bir soru kisə. Yok be, her yıl var. Çıxanda da maçalqadır. Ben görürüm. Adam sandı bu sandı. Bax, buradakı not içərik dəyəcək, amma hələ yoxdur. Hələ yox. Cinsi bərabərdir 2. Yəni 2-3. Razısan? 2-3. Or birləşdirici operatorlar kimya biyologiyadan böyük olmalıdır. Bu alınmır. 2 düzdür, 4 düzdür, 6 düzdür. Razısan? Evet. 2 düzdür, az olmayasa az qalıb ömrə. 2, 4, 6. Olacaq 2, 3, 4, 6. Çünki or birləşdirici operator. Hansı ki not bunun əksini götürür. Deməli 2-ni tulladın, 3-ü tulladın, 4-ü tulladın, 6-ını tulladın. Geriyə nə qaldı? 1, 5. Deməli sən yazsan 1, 5 and amma notu işlət. Fizika 70-dən kiçik bərabərdir. Kiçik bərabərin əksi nə olmalıdır? Yalnız böyük. Bərabər çünki artıq gedib deyişəm. Deməli fizika 70-dən böyük olmalıdır. 1, 4, 5. 1, 5 ilə 1, 4, 5-i kəsişdirəndə nə olur? 1, 5. Havaya. 32 nömrəli sual. Yaxşı olanlar bazası verilir burada. Ülkeden yazmışsınız o haberler. Ha, bunu mən salmışdım sonuncu magistr sınavına. O uşaqlar hamısı şeydir, yəni təbii adlarda, yəni hayal ürün deyil. Adamlar hamısı oradadır. Və onlarda öz balını tuzduranlar da oldu 1-2 nəfər. Mən bunu özümdən atmışdım ki, sən qəbulda bu qədər yığacaqsan. Bu uşaq 51.5 yığıb. Bu uşaq 55 yığıb. Bu yığıb 62. Təxmini atmışdım da kim nə qədər yığacaq. Tuzdurmuşam. Nəysə. 82 mi? 80'i yığan olmadı ki olan başka. Orası Devam edelim. Sonra bize de gelelim. Hemen yaxşı olmasın. Yaxşı olanlardan biri birinci çıxır, ona görə o mən çıxsın sonra söhbət edərik. Gələn dərsdən tortla gələcəm. Ben de dedim. Deməli, ilk növbədə bilməlisən ki, çox maraqlı detaldır. Bu çox gözəl bir sualdır. Bu 40 sualın içində ən hörmətli sual budur deyərəm mən. Burada 2 detala diqqət eləməlisən. Bax, yazıb ki, informatikası 18-dən böyük bərabər olmalıdır. Məntiq 40-dan böyük olmalıdır. Və bu şərtlərin hər birin kriteriya yazıb, birin orada yazıb. Deməli, onları nə etməlisən? Kəsişdirməlisən. İkisini də orada yazsaydı, deməli, ikisini də birləşdirməlisən. Yəni, oradan bilirsən ki, burada and operatordur. Nəysə, kriteriya, informatika 18-dən böyük bərabərdir. 2, 6, 8, 9, 10. Razısınız? 2, 6, 8, 9, 10. Ben bu ne demek? Query sorğu demək. Deməli, bu cədvəldən sorğu vermişəm də. Çıxdaş edirəm. Məntiqi arada and operatoru var. Bildiyində nəyə görə? Biri kriteriyada, biri orada olduğu üçün. Bunu keçmişik. Məntiq 40-dan böyük olmalıdır. 40 özü ora düşür. Ora düşür Ruslan. 2. Sonra düşür Elaris, David, Emil. 2, 8, 9, 10. 2, 8, 9, 10. Bunlar kəsişlərdən nə çıxır ortalığa? 2, 8, 9, 10. Düzdür? İndi bu 2, 8, 9, 10'u tapmısan. Cavabı yaza bilərsən 2, 8, 9 kimi. Çünki səndən cavabı 4 nəfər istəmir. İlk 3'ünü istəyir. Amma burada birinci detalı buraxmamalısan. Yazıb ki, axırda sort eləməlisən, yəni çeşidləməlisən. İnformatikanı ascending, informatikanı azdan çox. Düzdür? Deməli 2, 8, 9, 10. İkinci adam informatika nə qədər yazıb? Ruslan. 24. 8-ci adam nə qədər yazıb? 18 dənə. 9-cu adam nə qədər? 22 dənə. Emil nə qədər yazıb? 21 dənə. İndi informatikaya görə bunu sıralamalıyam da azdan çoxa. Deməli birinci gəlməlidir 8, sonra gəlməlidir 10, sonra gəlməlidir 2. Yox. 9. 8, 10, 9. 8, 10, 9. İndi cavabda 8, 10, 9 Y variantı.
Bunu qoymuşdum ki, yəni gənclər bilməsinlər ki, hər şeyi yaxşı bilir. Arada qoyum. Silkələsin səni bu sual. 33 dövlət qulluğu qəbul sualı, 34 dövlət qulluğu qəbul sualı, 35 dövlət qulluğu qəbul sualı, 36, 37, 36, 37, ora qədər dövlət qulluğu qəbul sualları. Yəni bu suallar sizə düşə bilər. Fərqləndirilmiş hissə hansı əməliyyatı icra edir? Position sözün sətirdəki mövqeyidir. Sözün sətirdəki mövqeyi. Söz sətrin harasında ola bilər? Ortasında, yuxarısında, aşağısında. Bəli, Y variantı. Sətir xəttinə nəzərən şaquli, yəni yuxarısında, ortasında, aşağısında. Çox gözəl sual, qəbul sualı. Sonra, Alt Escape əzbər bilməlisən. Taskbarda açıq olan pəncərələrin birindən digərinə keçmək üçündür. Windows'da keçmişik. D variantı. Bəli. 35 yaşı sualı, hansı ki, burada cavabı nə yazmışsınız? Kim nə yazdı? C düzdür. Demişdi ki, IP adresdə ədədlər elə düzülməlidir ki, ortada 3 dənə nöqtə olur. O nöqtələr arasındakı ədədlər 0-dan 255-ə kimi ola bilər. 255-i aşa bilməz. İndi fikir ver söhbətə. Deməli, C düzgün cavabı. Bunu qoyduq qırağa. Bir dənə səhv variant yoxlayaq. Siz A variantı yoxlayaq. B 68, A nöqtə 18.2. Hər şey necə gözəl gedir, fikir versən. C 117, zibili çıxdı. Niyə görə? Nə qədər olmalıdır? 255. Aysa. İndi keçək C variantına. C 117, A nöqtə 18.2, D 22.1 və 68. Bu qədər. 36. Neçədən yuxarı olanlardır? 255. 36 video. Dövlət qulluğu qəbul sualı 100 dənə tələbə buna sistem yazıb biabırçılıq. Qrafik yazılır. Videoda cavab. 37-ci sual. Bu sual, bəli, C variantıdır. Bu çox populyar sualdır. Çox xoşladım bu sualı mən. Deyir ki, insert lent tabına gedib, insert lent tabına gedib. Daha simvol bölməsindən əlavə eləmək ehtiyac yoxdur. Yəni demək istəyir ki, hansı ki sənin klaviaturanda var o. 1 var, 4 var, 5 var. Bəli. 38-ci sual. Əməli yaddaş 4-cü nəsildən etibarən integral sistemlərdə qurulur. 1-ci, 2-ci, 3-cü nəsildə isə maqnit nüvələrində qurulur. 39 3-cü nəsil C variantı ilk əməliyyat sistemi. 1-ci A variantı aiddir 2-ci nəsilə. Əməli yaddaş sistemlərdə 4-cü nəsil, D 4-cü nəsil, Y 4-cü nəsil. 40-cı sual. Deməli, iş vərəqini, ümumiyyətlə, vərəqlə bağlı çox şeyək home tabındadır. Excel-də o layout çıxır. Excel-də home çıxır. Deməli, yeni vərəq əlavə eləmək, vərəqin adını dəyişmək, vərəqi qorumaq kimi əməliyyatlar, vərəqi gizlətmək kimi əməliyyat hətta home lent tabındadır. Kitabı gizlətmək view'da olur. Bu qədər. Bu da sizin bugünkü sınavınız idi. İzahı göndərəcəyəm. Videonu dayandırıram.